Amaliya xanım, özgüvənsiz xanımları ilk baxışda necə tanımaq olar? Özgüvənsiz xanımları, ümumiyyətlə özgüvənsiz insanları tanımaq üçün birinci onların oturuşu, duruşu, geyimi, o bizə çox böyük məlumat verir. Özgüvəni aşağı olan, baxırsan ki, xanım az qala yolkadır. 5 dənə sırğa, 3 dənə braslet, burada saat, burada nə bilim nə, burada broş, iri-iri taxıb. Bu 100% nədən xəbər verir? Bu xanım şuursuz olaraq özü onu başa düşmədən bəyənilmək, sevilmək, başqalarının fikrindən asılı olmaq məqsədidir. Bu heç də o demək deyil ki, qadın heç bir bəzək əşyası taxmamalıdır. Taxmalıdır. Məsələn, bax, siz mənim seansıma gəlib mənə sual verən jurnalistlər çox mədəni, çox gözəl, çox lazımı formada, zövqlə, biri var zövqlə xanım geyibdir. Biri də var zövqü itirib, ancaq diqqəti cəlb eləmək istəyir. Sonra özgüvəni olmayan adamın 100% ayaqları yeriyəndə ayaqlarını düz qoymayacaq və həmişə ayağına baxacaq. Özgüvəni aşağı olan xanımın, uşağın çiyinlər həmişə bükük, belə. Özgüvənli adamı belə duruşda görməyəcəksiniz. Və hətta deyirlər, krallar, imperatorlar duruşu var, bir də aciz insan duruşu var. Yəni, acizlik, özgüvənsizlik, acizlik deməkdir. Özünə inamsızlıq deməkdir. Başqasının fikrindən asılı olmaq deməkdir. Bəs bunun kökü haradan gəlir? Kökü belədir ki, özgüvəni 5 yaşa qədər, maksimum 8 yaşa qədər artıq formalaşır. Necə formalaşır? Ana həddən ziyadə tələbkar, ciddi, xoşbəxtlikdən, dırnaq arası, bədbəxtçilikdən, ibtidai sinif müəlliməsi də çox tələbkar, ciddi, hətta vuran və uşaq bir dəfə əlini uzadır, bir qapaz dəyir ya qışqırır. 2 dəfə, sən bunu bacarmazsan, etmə, yaxın durma. 1 dəfə, 2 dəfə, 3 dəfə və bu gedir insanın şuursuzluğunda oturur, kölgə. Və böyük həyatda insan analoji hallarda, ona bənzər səhnələrdə həmən səhnə canlanır. Ki, mən bunu bacarmaram, mən bunu edə bilmərəm. Bunun əsasında duran isə qorxudur. Axır, onda bu qorxu hissi yaradıblar. Hətta Amerika psixoloqu var, Stilberg. O, heyvanlar üzərində, itlər üzərində eksperiment aparır və itləri otağa salır, fiksasiya eləyir, güclü tok vurur. Tok vuranda itlər can atır qaçmağa, qaça bilmirlər. Bir neçə gün bu eksperimenti eləyəndən sonra itlərdə artıq refleks yaranır, itlər artıq qaçmağa can atmırlar. Eləcə döşəmə üzərində uzanıb zarıyırlar. Sonra gətirir həmin otağa eksperimentdə iştirak eləməyən itləri. İştirak eləyənlərlə eləməyənləri bir otaqda yerləşdirir. Eksperimentdə olanlarda da artıq heç bir maneə yoxdur. Maneəsiz güclü tok verir. Güclü tok verəndə eksperimentdə iştirak eləyənlər yerindən tərpənmir, döşəmənin üzərində uzanıb zarıyırlar. Amma iştirak eləməyənlər hoppanıb qaçıb gedirlər. Həmin vəziyyət insanlarda da yaranır və buna psixologiyada deyirlər öyrədilmiş imkansızlıq, öyrədilmiş özgüvənsizlik. Özgüvənsizliyin kökü orada qoyulub. Baxırsan, kübardır yəni bu xanım, geyimi yerində, ya bəy, hər şey yerində, amma özgüvənsizdir. Hardasa eyni ona bənzər səhnələr olanda o başlayır özünü itirməyə. Hətta məşhur aktyorlar, aktrisalar səhnəyə hər çıxanda başlayır onları titrəyiş tutmağa, başlayır ürəyi döyünməyə, özlərini başlayırlar pis hiss eləməyə. Bunun hamısının kökü
uşaqlıqda valideynlər, nənələr, babalar və xüsusən də vacib insanlar, ibtidai sinif müəllimləri. Bəs yeniyetmələrin özgüvənsizliyinin səbəbi nədir? Yeniyetmə formalaşmağa başlayır. Onun bədənində gedən fizioloji proseslər, psixoloji prosesləri qabaqlamağa başlayır və əksinə psixoloji o böyümür, amma fizioloji böyüyür. Yetişmə gedir, cinsi yetişmə gedir. 9 yaşında gizli cinsi yetişmə gedir. 12 yaşında güclənir, teenagerlar 12, 15, 16 yaş və nə baş verir? Bunlara münasibət, bunlarla sərhədlər eyni olaraq qalır. Valideynlər, ata-ana səsini batır, otur yerində, mən sənə çörəyi verirəm, mən sənin pulunu ödəyirəm, mən nə demişəm, o olacaq, mənim dediklərimi eləməlisən, özün pul qazananda, özün sərbəst olanda edərsən. Bu ifadələri uşaqlar çox eşidir. Və ona görə də zəif psixologiyası olan, temperamenti zəif olan, ümumiyyətcə zədəli uşaqlar daha tez asılılıqlara, şübhəli kampaniyalara, harda özünü güclü hiss edirlər, özündən kiçiklərdən başlayırlar dostluq eləməyə, siqaretə, içkiyə daha çox qurşanırlar. Çünki orada özünü sərbəst, azad, güclü başlayırlar hiss etməyə, amma əslində onlar özünün özgüvənsizliyini ondan kompensasiya edirlər. Gənc qızlar, yeniyetmə qızlar və bəzən yeniyetmə olmayan gənclik 18-25 yaşlı qızlar istəyirlər, sevilsilər, diqqət mərkəzində olsunlar. Əslində onlar özgüvənsizdirlər. Çox açıq-saçıq paltarlar geyirlər, qısa yubqalar giyinirlər, hündür dabanlar giyinirlər. Boyu balaca adamlar istəyir çox hündür görünmək, gözəl görünmək, vacib görünmək. Bu nədən xəbər verir? İnsan özünü sevmir. İnsan özünü sevsə, insan özünü qəbul etsə olduğu kimi. Bəs insan özünü sevməyə, qəbul etməyə kimə öyrədir? Valideyn uşaqlıqda ona valideyn həmişə müraciət edərək sən mənim prensesimsən, sən mənim göyərçinimsən, sən mənim ürəyimsən, sən mənim həyatımsan, yaxud get buradan zəhləm gedir səndən, rədd ol, mane olma mənə, başım ağrıyır, incitmə məni, sən həmişə məni biabır edirsən. Məktəbə gəlir, çağırıblar, sən direktorun qabağında necə dayanıbsan, nədir, başını nə tik tutubsan, utanmırsan, burada böyüklər var, böyüklərin yanında adam özünü belə aparar və s. ifadələr insanın şuur altında, şuursuzluğunda gedir, kölgə olaraq qalır və sonra lazımi bir insana lazım olmayan, amma ona lazımı olan bir anda çıxır, hökmranlıq edir. Başlayır insanı idarə eləməyə. Başlayır insanı hətta o dərəcəyə gəlib çıxarır ki, bu artanda insan başlayır xəstə olmağa. İnsanda başlayır insanın daxilində ziddiyyətlər yaranmağa. O hisslərini, emosiyalarını boğur. Onlar gedir onun daxilində bədən terapiyası deyirik də. Bədən səviyyəsində gedir, öz izini qoyur. Və insanda xəstəliklər başlayır. Təzyiq səbəbsiz qalxır, ürək döyüntüləri artır, boğulmalar, bəs bu nədir? Aha, nevroza doğru gedir insan. Niyə? Özgüvən yerində olmayıb. Özgüvəni düzgün qoymayıblar.